Herkese selamlar, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Videoyu keçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like edə bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır. Gördüyünüz kimi alış etdiyim səhmləri, şəxsi analizlərimi, səhmlərin maliyyə hesabatlarını və kriptovalyuta haqqında xəbərləri və şəxsi proqnozlarımı paylaşıram. Hər birinizi gözləyirəm. Linki şərhlərdə olacaq. Həmçinin müzakirə qrupumuz da var. Müzakirə qrupuna da gələrək məsləhət ala bilərsiniz. Necə yatırım etmək barəsində suallarınızı verə bilərsiniz və birlikdə müzakirə edə bilərik səhmlər və kriptovalyutaları. Gəlin videomuza keçək dostlar. Bugünkü videoda sizləri ən maraqlandıran mövzu yəqin ki, müharibə vaxtında səhm bazarı, kriptovalyuta bazarı və əmtia bazarındakı vəziyyət nədir? Yəni bu haqda danışacağım dostlar. İnvestorları təbii olaraq ən maraqlandıran mövzu bu olduğuna görə bugün 3 bazar haqqında öz fikrimi bildirəcəm. İlk olaraq kriptovalyuta bazarına gəlirik dostlar. Kriptovalyuta bazarı gördüyünüz kimi bugün ümumi olaraq bazar dəyəri, yəni kriptovalyutanın ümumi bazar dəyəri 4,6% yüksəlib. Yaxşı vəziyyətdir. Yəni müharibənin gedişatının hələ də davam etməsinə görə. Bu arada İran-ABŞ müharibəsi haqqında danışıram. Yəni müharibə deyərkən bunu nəzərdə tuturam. Həmçinin İsrail və s. Yəni çox ərəb dövlətlərinin iştirakı da var burada. Müharibənin gedişatının neçə müddət davam edəcək? Bu haqda fikrimi öyrənmək istəsəniz, məncə elə bir uzun müddət olmayacaq. Yəni uzağı 4-5 həftə gözlənilir. Niyə 4-5 həftə? Yəni Trump'ın dediyinə görə yox 4-5 həftə. Ona görə ki, Avropada qaz qiymətləri həddən artıq bahalaşıb. Çin dövlət başçısı yəni özü belə açıqlayıb ki, 6 aylıq neft ehtiyatları qalıb. Yəni Çinin zavodlarına, fabriklərinin işləməsi üçün 6 aylıq neft ehtiyatları qalıb və limitli qaz ehtiyatları qalıb. Ona görə də bu müharibənin uzun müddət davam edəcəyinə inanmıram. Çünki bu bütün dünya təhlükəyə sala biləcəyi bir vəziyyətdir. Belə dostlar, yəni kriptovalyuta bazarına qayıdaq. Gördüyünüz kimi 4,6% artım edib. Hal-hazırda qorxu və həyəcan 19-dur. Yəni aşırı qorxu, yəni çox qorxu həddindədir bazar. Gördüyünüz kimi kriptovalyutalar, Bitcoin məsələn bugün hal-hazırda 71.200 səviyyəsindədir və nə Bitcoin'də nə oldusa, mən yazı paylaşandan sonra Bitcoin yüksəlməyə başladı. Bitcoin'dan aramız bir xeyli yaxşıdır, yazılarıma cavab verə bilir və bu arada deyim, bugün BlackRock müştəriləri 322 milyon dollar dəyərində Bitcoin alış ediblər. Yəni BlackRock'dan Bitcoin ETF-ləri satılıb 322 milyon dollar dəyərində. Bu yaxşı haldır. Bu o deməkdir ki, Bitcoin'ə girişlər var. Burada da görə bilərik əslində bir dəqiqə. Burada bazar dəyərinə girək, burada görə bilərik. Bəli, gördüyünüz kimi bu neçənci ayın 3-nündür. Bu ayın 3-də 225 milyon dollar, ayın deməli ikisində isə 458, ümumi 496 milyon dollarlıq ETF girişi olub və gördüyünüz kimi son həftələrdə demək olar ETF girişləri artıb. Yəni son 6 günün nəzərə çatdırsam bir dəfə çıxış olub, qalanlarında isə iri girişlər olub. Bu yaxşıdır və hal-hazırda bazarın artmasının da səbəbi bu da. Bu yaxşı halda Bitcoin geri dönəcəkmi? Bəli, geri dönəcək, 100% geri dönəcək. Yəni bu mənim şəxsi fikrimdir bu arada. Şəxsi fikrimcə Bitcoin %100 geri dönəcək. Gördüyünüz kimi 60 min həddindən alış gəlib və gördüyümüz kimi 2024-cü ilin 1 sentyabr, oktyabr aylarında da bu nöqtələrdən iri qalxışlar, həcmli artımlar gəlib. Təbii olaraq buradakı alışa yenidən qayıtmışıq və yenidən həcmli olaraq 60 mindən 70 minin üstünə gəlmişik. Necə qalxacaq Bitcoin? Yəni ssenari nə olacaq? 71 min həddində heç olmasa bir gün bağlaya bilərsiniz. Yəni 24 saat ərzində bazar bağlanana qədər və bazar bağlanandan sonra 71 min həddin üzərində qalarsa, bu zaman əhəmiyyətli miqdarda alışı yığıb 80 min, ondan da sonra 90 və 100 minin üzərinə özünü ata bilər dostlar. Bu mümkündür. Lakin 71 minin üzərində qalması vacibdir. Yenə də deyirəm, 24 saat ərzində, yəni bugün bazar bağlanandan təxmini olaraq 1 saat, 2 saat sonra belə 71 minin üstündə qalarsa, o zaman həcmli şəkildə arta bilər. Yox, bazar bağlandı, 71 min üstündən yenidən düşdü və yaxud bazar bağlanmamış 71 mindən düşdüsə, bu zaman yenidən 63-64 min nöqtələrini yoxlaya bilər dostlar. Yəni ümumi texniki analiz budur Bitcoin'da.
ümumi mənim geniş analizim, yəni gələcəyə yönümlü analizim budur ki, yaya qədər 100.000 üstünə çıxa bilər. Bəli, Bitcoin yaya qədər 100.000 üstünə çıxa bilər. Bu ehtimal daha yüksəkdir mənim fikrimcə və bunu gözləyirəm açığa. Kriptovalyuta bazarında da yəni vəziyyət budur. Ethereum da Bitcoin-i təkrarlayacaq, həmçinin digər kriptovalyutalar da XRP, Solana. Məsələn, Solana çox ucuzdur. Həqiqətən çox ucuzdur. Yəni Bitcoin-i alıb 2x edə bilərsiniz təbii olaraq 70.000-dir. 140.000-dən satsanız 2x olacaq. Amma Solana, baxın dostlar, Solana'nın maksimum həddi $290 olur. Yəni siz bunda Solana'da 4x belə eləyə bilərsiniz. Və 4x yaxşı puldur həqiqətən. Yatırım etmək və yaxud etmək sizin qərarınızda. Lakin yenə də dediyim kimi böyük kriptovalyutalara kiçik pullar yatırmaq yerinə kiçik kriptovalyutalara böyük pullar yatırmaq daha qazanclıdır. Həmçinin bildiyimiz kriptovalyutalardan söhbət gedir. Yəni hansısa pişikli, itdi, memcoin'dan söhbət getmir. Gördüyünüz kimi, məsələn, XRP-də, məsələn, XRP Solana'dan daha az performans göstərir, görürük. Məsələn, düzdür, daha az düşür, amma daha az nəticə olaraq yüksəliş eləyə bilir. Lakin yenə də XRP-də yaxşı kriptovalyutadır, yəni XRP gələcəyin onlayn ödəniş sistemləri, hətta indinin sadəcə çox yayılmayıb, onlayn ödəniş sistemlərində istifadə olunan kriptovalyutadır. Yəni, bu XRP-də investisiya üçün uğurlu bir kriptovalyutadır. Belə dostlar, dediyim kimi Bitcoin yüksəlişini gözləyirəm, müharibənin uzun müddət davam etməyəcəyini düşünürəm və investisiyanın qazandıracağını düşünürəm. Gəlin səhmlərə keçək dostlar. Səhmlərdə ABŞ birjasından danışacağıq. Dünən birja 2%-dən çox dəyər itirdi. Gördüyünüz kimi 24.300 səviyyələrinə qədər Nasdaq düşüş elədi. Lakin sonradan özünə gəldi və bazar bitənə yaxın bizi yenə də 3%lik düşüşdən xilas edib 1%lik düşüşə məhkum elədi. Yenə də bu daha yaxşıdır, təbii 3%lik düşüşə nisbətən. Nə kripto səhmləri almışıq? Məsələn, bundan SLFP-dən əmtələrdə danışacağım. Məsələn, strateji aldı, mikrostrateji. Niyə aldı mikrostratejini? Bitcoin'in bu qədər düşüşünün nəticəsində aldım ki, mikrostrateji bildiyimizə görə data analitika həlləri satır. Lakin nəticə etibarilə milyardlarla dollar Bitcoin-də alır. Səhmlərini sataraq və borclanaraq bunu eləyir. Və bu milyardlarla dollar Bitcoin çox böyük pullar qazanacaq. Bu çox böyük oyundur. Mikrostrateginin etdiyi strategiya böyük oyundur, amma nəticəsi də çox böyük olacaq və məncə xeyrimizə olacaq. Mikrostrateji şirkətin CEO-sunun da fikrincə xeyrimizə olacaq. Yəni onların xeyrinə olacaq. Amma mən səhmdaramsa, deməli mənim də xeyrim olacaq. Belə dostlar, yəni bu səhmi aldım. Səbəbi də budur, Bitcoin səbəbi. Bitcoinə inancımdır, gələcəyin valyutası olmasına, qızılı olmasına inancımdır. Ona görə aldım. Və hal-hazırda açılış öncəsi $9 çox gəlirlər. Niyə məsələn MSTR, niyə strateji, niyə mikrostrateji? Ola bilərdi başqa deməli Bitcoin mining şirkətləri də var. Niyə məhz bu? Səbəb budur dostlar. Mikrostrateji həcmli şirkətdir, böyük şirkətdir. Milyardlarla dünyada ən çox Bitcoin saxlayan şirkətdir. Bəli. Və nəticə etibarilə gördüyünüz kimi $455 qədər yolu var. Yəni böyük qazanc və böyük strategiyalar. Səbəb budur şirkəti almaq. İkinci, Aiva Texnoloji şirkət səhminə. Bunu bir neçə dəfə alıb satmışam, yenidən almışam və hal-hazırda yenidən bu səhm məndə var. Bu səhmdən toplamda çox qazanmışam. Yəni nə mənada çox qazanmışam? Çox alıb satmışam. 4-5 dəfə alıb satmışam. Düzdür, almağı paylaşıram Telegramda, lakin satmağı paylaşmıram. Çünki satmaq vaxtı yalnız mənə görədir, yəni dostlar. Sizlərə desəm ki, satsanız yenidən qalxsa, mən məsuliyyət daşımış olacağam. Ona görə də bu məsuliyyəti daşımaq istəmədiyimə görə yalnız alış edəndə alış etdim deyə paylaşıram. Demirəm siz də alın. Alış etdim və portföyümə əlavə etdim deyə paylaşıram. Və davamlı olaraq alış-satış eləyəndə də əsasən çox paylaşmıram, çünki bunu qısa müddətdə eləyirəm. Yəni bir neçə həftə ərzində 3-4 dəfə alıb sata bilirəm. Məsələn, keçən dəfə 24%-dən qazanc oldu məsəl üçün. Bunu durub sizlə satdım deyə paylaşa bilmərəm, çünki sonradan artsa deyəcəksiniz ki, niyə satdın, niyə bizi yönləndirdin və s. Söhbət bundan ibarətdir. Lakin bu şirkətin gələcəyi mükəmməl olacaq dostlar. Bunun maliyyə hesabatını paylaşmışdım. İllik və rüblükdə böyük qazanclar verib dostlar. 70% və 100%-in üzərində qazanclar verib. Bu möhtəşəm nəticədir. Ona görə də Lidar texnologiyasına güvənim tamdır. İkinci olaraq Gorilla Technology-dən danışaq. O birislərindən danışmayacağım, çünki o birislərin maliyyə hesabatları çıxmıyor. Mikrostrategini təzə almışıq. Onun maliyyə hesabı almamışdan əvvəl çıxmışdı və mənfi çıxmışdı. Ona görə də mənası yoxdur maliyyə hesabatı haqqında danışmağa. Zaten Bitcoin-la asılı olan bir şirkətdir. Gorilla Technology
Dostlar, hesabatı çox möhtəşəm çıxdı. Bunun da gördüyünüz kimi illik olaraq 35% artım, rubli olaraq isə 32% artım edib və borcları azalıb, nağd vəsaitləri artıb və çox ciddi zərər azaltması və çox ciddi artımlar var. Və Gorilla Technology və Nvidia AI və Technology'nin Nvidia şirkətinə böyük əməkdaşlıq planları var dostlar və müqavilələri var. Ona görə də bu şirkətlərə güvənim %100-dür. Sonra isə nədən danışaq? Məsələn, Figma dostlar, Figma'nın alışını paylaşmışdım məsələn. Baxın, kanalda şəkillərdə mən tapa bilərik ya yox. Siz axtarış edib baxa bilərsiniz. Mən Figma'nın alışını paylaşmışdım. Səhv etməmsə yönləndirmişdim hətta bu Figma'nın alışını. Yəni Figma şirkəti mən alış edin deyəndən hardasa mən harda demişdim 28-də falan demişdim Figma şirkətinə, yəni 30 dollardı. Azdan çoxdan bir ay 13% qazanmışıq, bəli qazanmışıq. Paylaşdığım yerdən artım edib, bəli artım edib. Yəni maliyyə adamı qədər sizi Azərbaycanda pul qazandıran səhifənin yoxdur məncə. Sonra isə nə haqda danışaq? Bu qədər. Məsələn, ETF paylaşmışdım. Bu ETF artıq əmtələrə keçək. ETF ilə əmtəlini bir yerdə deyim sizlərə. Məsələn, bu Global X Defense şirkətinin ETF-ini, yəni şirkət deyil, bu ETF-dir, yəni müdafiə sənayesi ETF-dir. Əsasən müdafiə və texnologiya müdafiə şirkətlərinin ETF-dir. Mən bunu alış edin deyəndə təbii olaraq məsələn 73 civarlarındaydıq. Videosu var kanalda, baxa bilərsiniz. Məsələn, buradadır bir dəqiqə sizlərə göstərim. Burada müdafiə şirkətdən yatırım et pul qazan. Bu videoda göstərmişdim. Buradan belə qazanclıyıq. 4%-in üstündə buradan qazanclıyıq. SLVP ETF-i. Bu gümüş mədən şirkətləri ETF-idir dostlar. Gümüşün artacağına inancıma görə bu şirkət bu ETF-i yatırım etmişəm və bu ETF-i axırıncı dəfə 39 dollardan yatırım etmişdim. Düzdür 45 dollardan idi. Sonra düşdü bu müharibəyə görə. Sonradan isə özünə gəlib hal-hazırda 43 dollardan biraz çoxdur. Bazar açılışı öncəsi. Lakin yenə də qazanclıyam. Yəni yenə də itirmirəm. Ümumi cüzdanıma baxsam yenə də itirmirəm dostlar. Yəni sizlərə dediyim səhmlər və ETF-lər sayəsində portföy o qədər yaxşı harmanlanmışam ki, yəni öz portföyümü və sizlər də nəzər yetirsəniz postlarıma, diqqət yetirsəniz videolarıma, görərsiniz ki, sizlərin də portföyünüz çox yaxşı şəkildə harmanlanacaq və nəticə itibarilə zərəriniz minimuma enəcək, hətta zərər belə etməyə bilərsiniz. Yəni məsələn gümüş artanda səhmlər azala bilər, nəticədə balansınız, portföyünüz sabitləşə bilər və yaxud hər birisi artanda çox yaxşı pullar qazana bilərsiniz. Belə dostlar. Gümüş mədən şirkətləri ETF-dir belə. Yəni SLV dostlar Telegram kanalında nəzər yetirmişəm, bir çoxlarınız SLV də alıblar. Amma SLV bizə bir ayda 16% itiribsə, yəni bizim portföyümüzə 16% uğurlayıbsa, SLVP bizim portföyümüzü bir ayda 3,4% qazandırıb. Yəni nəticə ortadadır, hər şey ortadadır. Bütün təcrübəmi sizlərlə bölüşməyə çalışıram və siz də dəyərləndirirsinizsə qazanmış olursunuz. Bugün bu qədər dostlar. Video bəyəndisə like da bilərsiniz, sağ olun, qalın gələcək videolarda görüşərik.